Həmçinin izləyicilər, Səhər Saatı proqramını dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan. CBC FM Azərbaycan yazmaqla yaxın bir saat ərzində isə mən Xanlar Mehdiyev sizlə olacağım və bugün çox dəyərli qonaqlarımız var. Yenə Beyin Mərkəzi studiyamızdadır. Qlobal Olimpiyat Sentrinin direktoru Xəyal İbrahimzadə və yenə Taylanddan qaliblərlə gəliblər. Bu dəfə Taylanddan qaliblərlə gəliblər. Sabahınız xeyir, necəsiniz? Sabahınız xeyir olsun, gününüz uğurlu keçsin. Sizə gözəl bir şən, pozitiv bir əhval-ruhiyyə arzulayıram. Bəli, bu günlərdə qaliblər. Hər həftə bir ölkədən qalib gəlməlisiniz. Bəli, şükürlər olsun ki, şagirdlərimiz istedadlıdır və bu istedadlarını ən yaxşı formada nümayiş elətdirirlər və bizim də keçirdiyimiz imtahanların sonucunda deməli biz yaxşı imtahanlar şəffaf və doğru təşkil edirik ki, onların arasında istedadlar olur ki, onlar da qalib gələ bilirlər. Sevindirici hal odur ki, Azərbaycanda komanda idman növlərində adətən biraz yer tuta bilmir. Bu təhsilə də sirayət eləyir. Amma yavaş-yavaş biz deyirik komanda birgə, vahid bir şəkildə bir komanda olaraq şagirdlərimiz yarışlara qoşulsunlar, təhsil üzrə qoşulsunlar və bugünkü bizim riyaziyyatçılarımız da Dünya Riyaziyyat Çempionatında yarışıblar və onlar həm fərdi olaraq, həm də komanda şəklində yarışmaqla nailiyyət əldə ediblər və üçüncülüyü əldə ediblər. Əsas medallarla qaliblər və həmin qaliblərdən biri Raul Guvalov. Necəsiniz? Yaxşıyam, siz necəsiniz? Mən yaxşı, sizin kimi çempionlar medallarla belə gəlmisiniz. Adətən idmançılar gələndə biraz ehtiyat edirsən ki, burada nəsə deyərsən. Amma burada iki qat ehtiyat edirsən ki, yəni sənin sözündən tutarlar. Sözündən tutarlar, sonra bir abur soruyorlar. Neymisiniz? İşləriniz necədir? Vəziyyət necədir? Bax, nə vaxt qayıtdınız Taylanddan? Yəni mənim hər şey yaxşıdır. Yəni bir həftə olar ki, Taylanddan qayıtmışıq. Yəni çox çətin bir səfər idi. Yəni təşkilatımıza təşəkkür edirik. Həm istirahət elədik, yəni çox qəşəng yerləri gördük. Yəni yeni bir ölkə, yeni bir kultura, yəni çox maraqlı idi. Yəni o konkurensiya da çox maraqlı idi orada. Yəni Bulqarlarla, Yaponlarla yəni konkurensiya elədik. Yəni Allah'a şükür də 3-cü yeri alıb geri gəldik ölkəmizə. Bəli. Bəs orada ən güclü rəqiblər kimlər idi? Yaponların adı xüsusi çəkdi. Yəni göz dağı verirdilər müəllim, amma çünki orada bütün gün oxuyurdular, yerə oturmuşlar, kompüterlər açmışlar, imtahan zalında, yəni olimpiyada başlamamış bir saat qabaq hamısı qrupla yığılmışlar. Biz də elə qıraqda telefon oynuyorduk. Yəni baş qoşmamışdıq oxuma, amma bütün kateqoriyalarda birinci yeri Bulqarlar aldı. Bulqarlar? Bəli müəllim. Bəs nə yaxşı Bulqarlar? Yəni Yaponlar bütün gün oxuyur, Bulqarlar. Bilirəm. Yəni burada o nə deməkdir? Oxumaq qədər önəmli deyil. Onlar da bizim kimi, yəni bütün günü kart oyunları var, balot deyə. Bütün gün otan lobisində oturub belə kart oynayırdılar. Maraqlı bir statistikanı deyim, Raulun sözünə qüvvət. Bolqarlar demək olar ki, beynəlxalq təhsil olimpiyadalarında, yarışmalarında demək olar ki, ilk yerləri tuturlar. Ümumiyyətlə təhsil olimpiyadalarının tarixinə gedib baxanda Bolqarlarla bir bağlılığı olduğunu və həmin ərazidə ilk dəfə yaranması və dünyaya çıxmasını görürük. Yəni ona görə Bolqar təhsili bu olimpiyadanın çətinliyi, beynəlxalq olimpiyadalarda nəticələri baxımından güclüdür və eyni zamanda məsələn ən son olaraq beynəlxalq süni intellekt olimpiyadası yaradıldı ki, bu da Bolqarlar tərəfindən həyata keçirildi. Dünyada ilk dəfə olayadı. Bu cəhətdən Bolqarlar çox belə yenilikçi və istedadlıdırlar. Onların təhsil sistemində yəqin ki məlumatınız var, təhsil sisteminə öyrənmisiniz ki, çünki ən yaxşılar olardısa və təhsil sistemində öyrənmək lazımdır. Onların təhsil sistemində nə var ki, biz onlardan nəyisə öyrənməliyik və biz də yer tutmalıyıq? Onların təhsil sistemində bu var ki, məsələn bizim Raulun dediyi kimi kart oynamaq onlar üçün sadə bir vərdişdirsə, biz də kart və digər oyunları görəndə şagirdlərin sosial belə deyək aktivlikləri və ən azı öz stressini azaltmaq olanda bizdə adətən belə şeylərə biraz qalağa qoyurlar. Yeganə qəbul olunan şahmat. Amma şahmatdan başqa kifayət qədər maraqlı oyunlar var ki, həm zəkanı belə inkişaf elətdirən, həm məntiqi gücləndirən və eyni zamanda bir növ bir yarışmadan, bir təhsil tədbirindən öncə beyində bir növ baza formalaşdırır və rahatlaşdırma yaradır. Bu rahatlaşdırmadan sonra uşaqlar öz beyinlərini, yaddaşlarını həkk olunan misal və məsələləri və yaxud da ki düsturları həll eləyə bilirlər. Bolqarların digər təhsil ölkələrindən fərqləri nədir? Yəni qısa olaraq belə bir şey deyəm, yenilikçidirlər.
çox yüksək yenilikçidirlər. Dərhal adaptasiya eləməyi sevirlər. Yəni belə deyək, yeni bir nüans gəlibsə təhsilə və ümumiyyətlə dünyada yeni bir nüanslar qəbul olunubsa, onlar dərhal bunu adaptasiya edirlər öz təhsilinə. Və bu halda daha çox yüksəlirlər və komanda yarışlarında ümumiyyətlə olimpiyadadır, daha çətin öyrənməyə meyllidirlər və özlərini sübut etmək istəyirlər. Bunlarda baxın bu fərqlilik var və onlar öz deep learningində daha belə deyək də daha çox stimul qazanırlar və olan şagirdlər də çox belə zəkalı, savadlı və bilikli olurlar. Həm də onların bu Bolqarıstan komandasının ibtidai sinifdən yuxarı baxırıq. Yəni onlar düşünün ki, bu dünya riyaziyyat çempionatına qoşulanda onların ibtidai siniflər junior kateqoriyasına qoşulurlar. Yəni onlar keçən il Çin birinci yer tutmuşsa, bu illər Bolqarlar birinci yer tutdu. Hər ikisi kifayət qədər güclü və öz təhsilinə və öz şagirdlərinə məktəbə qədər təhsildən etibarən belə dəstəkləyici mühit yaradan bir ölkədirlər. Bu qədər yenilikçiliyə açıq, yəni yenilikçi olan bir sistem bizə kimi çox dərs verir öyrənməyə, yoxsa necə? Yəni nəyin üzərində qurulur? Yəni sadəcə mənə bir sizlə maraqlıdır. Dedi ki, yaponlar bütün günü oturub oxuyur. Bolqarlar öz əyləncələrinə daha çox vaxt ayırır. İndi deyirsiniz ki, Bolqarlar yaponlardan daha üstündə, ancaq Çinlə rəqabət edir. Yəni burada da maraqlı olan tərəf, yəni biz daha çox mu oxumalıyıq, yoxsa ki, lazımı qədər az oxuyub, lazımi informasiyanı götürüb və istirahətimizə vaxt ayırmalıyıq? Lazımı qədər. Hər bir şeyə belə deyək, Nizami Gəncəvidən də bir stat gətirsə deyir, gəlir suyu da qədərində içəsən və bu qədər əslində ən vacib məsələdir. Onlar hər şeyin qədərini bilirlər. Onların sosial aktivliklərində idmanı olsun, musiqisi olsun, hər şey öz yerindədir. Həddən artıq oxumaq da belə deyək ziyandır. Amma hər şeylərinə doğru, düzgün vaxt ayrılması lazımdır. Bu da məktəbdə olan təhsildən irəli gedir. Məktəb onların həyatının çox hissəsini alır. Yəni onlar bütün gününü məktəbdə keçirir və məktəb fəaliyyəti və məktəbdən sonraki fəaliyyət dönəmlərinə nəzər yetirsə, görək fərqli-fərqlidir. Məsəl üçün Bolqarlarla danışdıq. Məsələn, bu yaxınlarda biz Kanadaya gedən bir professor dəvət eləmişdik. Kanadada məktəbə qədərdən sonra uşaqları hokkeyə aparırlar. Gedirlər hokkeylə məşğul olurlar, yaxud da bir yerdə gedirlər kinoya və yaxud da gedirlər bir teatr hazırlayırlar. Amma bizdə məktəblərin heç birində bu teatr yoxdur. Heç bir şagird bir teatrla, incəsənətlə, nə bilim informatika ilə, kompüter elmləri ilə yoxdur. Yəni hətta məsələn biz onların söhbət edəndə uşaqları bilərəkdən PlayStation-lara göndərirlər, oynayırlar, onlar üçün istəyir. Çünki uşaqlar bunu istəyirlər. İstədiklərini verəcək, eyni zamanda öz bilik və bacarıqlarını, onların bilik və bacarıqlarını artırır və müşahidə edirlər. Və müşahidə əsasında uşaqları ayırırlar. Məsələn, bu nəyə meyillidir, bu nəyə meyillidir, qruplaşdırırlar uşaqları və bəli, artıq kəşf elədilər, qruplaşdırırlar. Məsələn, birinin musiqiyə marağı var, onu daha çox musiqiyə yönləndirirlər. Məsələn, riyaziyyata var, riyaziyyata doğru yönləndirirlər və uşaqlar qruplaşmış formada, daha böyük siniflərə qalxdıqda, söhbət advans səviyyəyə çatanda, yəni 10, 11, 12-ci siniflərə çatanda artıq onlar öz ixtisasları, o 9-cu sinifə qədər müşahidələrin nəticəsində ixtisaslaşmış qruplarında oxumağa başladılar və daha çox həm yüksək bir ixtisaslaşmış kadro yavaş-yavaş çevirməyə başlayırlar, həm də artıq universitet üçün təməl bazanı öyrənirlər. Məsələn, AP imtahanları Avropada daha çoxdur da. Bu AP imtahanları nəyə görədir? Universitetdə qəbul olmamışdan öncə, universitetdə təhsil alacağın fənni öncədən alırsan, onun ballarını da alırsan və universitetdə həmin fənlərdən azad olursan, oxumursan. Və bu qəbulu daha çox üstünlük verir və AP də hal-hazırda Avropada, Amerikada, Kanadada çox yüksək sürətlə yayılır. Bizə də yavaş-yavaş gəlib, sağ olsun bizim istedadlı şagirdlərimiz, onlar araşdırmanı sevirlər, onlar da artıq AP-ni alırlar. Amma Azərbaycan hələ bu məsələ o qədər də aktiv deyil. Mən bilirəm ki, universitetlərdə yoxdur bu, hələ qəbul olunmur. Amma dünya bu dəqiqə universitetləri hər kəs uşaqlar AP-ni alır, məktəbdə oxuyaraq və həmin ixtisas azad olur və öz 4 illik təhsilini daha aşağıya salırlar. Yəni vaxta qənaət etmiş olurlar. Əsas bu dəqiqə ən önəmli şey vaxtı və mənə də maraqlıdır ki, Raul öz vaxtını necə idarə edir. Yəni mənim çox adam fikirləşir ki, bu nailiyyətlərdən sonra, yəni Kopernikdə də medal qazanmışdım. Kopernikdə də medal. Bəli, gümüş medal. Yəni deyirlər ki, bütün günü oxuyur, amma mən deyirdim ki, yox. Yəni valideynlərim məni bütün gün danlayırlar ki, niyə bu qədər çox telefonda vaxt keçirsən? Yəni oxumaq da özü üzrünə. Amma baxıram ki, yəni telefonda olur ekran saatı 9 saat, 8 saat. Yəni belə şey demək olmaz. Bütün günü vaxtını telefonda keçirilir. Yəni bu uşaq oxumur. Yəni
əsas yəni telefon nə üçün istifadə edir? Yəni boş şeylərlə məşğul olmamaq əsas odur. Yəni mən belə başa düşdüm ki, valideynlər sizin də valideynlər narazıdır. Valideynlər narazı yox, sizin də narazıdır. Bəli, deyirlər ki, yəni nəsə elə də bu boyda bu qədər telefon oynamaq olmaz. Mən deyirəm ki, yəni Hələ gör nəsə eləsən olar. mən deyirəm, yəni nəticələr yaxşıdır hələ ki. Yəni əgər pis bir şey olsa o vaxt deyə bilərsiniz. Mən hələ ki mən yəni razıyam hər şey. 11. 11. Bu il artıq qəbul haqqında düşünürsüz. Hara, necə? Yəni mənim fikrim Almaniyadır. Yəni indidən Alman dilini bilirsiniz? Yəni bəli, artıq B2-yi bitirmişəm, C1 səviyyəsinə başlamışam. Yəni çox az qalıb, yəni çox dokumentlərim artıq hazırdır. Bu ixtisas, yəni maliyyə üzrə fikirləşirəm. Aha, maliyyə üzrə düşünürsünüz. Bəli. Nə yaxşı Almaniya? Çünki orada təhsil həm pulsuzdur, yəni dilini bilənə də C1 sertifikat almaq lazımdır. Həm də nə bilim Avropadır, yəni yeni bir ölkə. Yeni bir ölkə, yeni bir dostluqlar. Mənə maraqlıdır ki, bu dostluq əlaqələri son 2 dəqiqəmiz var. Daha sonra digər yoldaşları dəvət edəcəyik, çempionlarımızı. Raul bu qədər tam ki Amerika Birləşmiş Ştatlarına getdi, daha sonra Taylanda getdi, daha sonra digər ölkələrdə olub. Burada dostluq əlaqələrini necə qurursunuz? Bəzən mən bu sualları niyə verirəm? Görürük ki, tutam ki, əşi o filan kəs o tutam ki 700 bal yığdı. Əlaqə qura bilmirik. Oturur ancaq kitab oxuyur. Yox, əlaqə quramır, bütün gün telefondadır. Yəni mənə maraqlıdır ki, riyaziyyatı bu qədər dərin bilən insanlar, olimpiyadalarda yer tutan insanlar, uşaqlar özlərini necə ifadə edirlər, necə dostluq münasibətləri qururlar, necə əlaqələr qururlar, ümumiyyətlə sosiallaşmaq məsələsi necədir sizdə? Yəni mən özüm deyə bilərəm ki, mən introvert insanam. Yəni biri mənə yaxınlaşmasa, mən yəni özüm yaxınlaşıb söhbət edən adam deyiləm. O xasiyyət olar. Bəli. Amma əgər kimsə mənlə yəni dostluq qurmaq istəyirsə, yəni mən baxıram ki, uşaq yəni necədir, yəni oxuyurmu, yəni belə avaradımı belə deyəm. Yəni görsəm ki, yox, yaxşı uşaqdır, tərbiyəlidir, qəşəng ailədən gəlir, deyirəm okey, yəni söhbət edirəm, dostlaşıram, yəni belə. Sizin üçün önəmli olan onun təhsilidir, dediniz ki, oxuyur. Yəni təhsil də oradan da vacibdir. Çünki yəni mənim anam da deyir ki, yəni əgər kimsə ağıllıdırsa, yəni sizə paxıllıq etməyəcək ağlınıza görə. Yəni həmişə öz səviyyənizdəki adamlarla gəzmək lazımdır, yəni belə deyirlər. Təşəkkür edirəm. Həqiqətən böyük sözdür. Doğrudan böyük sözdür. Çox təşəkkür edirəm Raul. Sən hansı məktəbdə oxuyursunuz və hansı müəllimlərlə hazırlaşmısınız? Orada salamlar deyirik və özünüz təqdim edin, çünki onların da böyük əziyyəti var. Hə, mən 72 nömrəli məktəbdə oxuyuram. Yəni müəllimlərimin qatqısı burada yəni çox böyükdür. Yəni onlar olmasaydı mən Bakıxanov qəsəbəsi. Bəli. Yəni bura gələ bilməzdim. Yəni müəllimlərim İradə müəllimi olub və ən böyük qatqı da Qulam müəllimi də olub. Yəni hal-hazırda onda hazırlaşıram. Buradan da salamlarımızı çatdırırıq. Həqiqətən də möhtəşəm işlər görürlər ki, bu cür biz medallı şagirdlərimizi qəbul edirik. Müəllimlər o alətdə çox böyükdür və danılmazdır və bayaqlar dostluq məsələlərinə toxundunuz. Ümumiyyətlə beynəlxalq yarışmalar, olimpiyadalar, müsabiqələrin ən vacib məsələsi dostluq əlaqələrinin qurulmasıdır. Yəni bir növ empatiya hissinin, başqa millətlərdən olan şəxslərə empatiya hissini qurulur və beynəlxalq kimlik əldə edirlər bir növ. Yəni artıq xarici çıxdılar və Ziya gəlir. Buyurun Ziya. Necəsiniz? Yaxşıyam, çox sağ olun. Siz necəsiniz? Siz harda oxuyursunuz? Birinci elə burada. Mən hal-hazırda Landalı məktəbində oxuyuram, 10-cu sinifdə. 10-cu sinif. Siz hara hazırlaşırsınız? Nə olmaq istəyirsiniz? İstəyirəm maliyyəçi olum. Siz də maliyyə. Bəli. Ölkə olaraq Amerikanı düşünürəm və Kanadada qardaşım oxuduğu üçün Kanadaya gedə bilərəm. O da riyaziyyatçıdır yoxsa? Xeyr, o maliyyəçidir, bəli. Xeyr, o maliyyəçidir, riyaziyyatçı tamam fərqlidir. Əvvəldən marağınız var riyaziyyat? Bəli, bəli. İlk səfərdə yarışa gedirdiniz yoxsa əvvəl? Xeyr, bundan bir il əvvəl də QOQ komitəsi ilə biz Vyetnama yollanmışdıq. O səfərdə də bu səfərdəki kimi medalla qayıt geri döndüm. Bürünc medal qazanmışdıq. Yəni nə qədər hazırlaşırsınız? Bu olimpiyadaya spesifik olaraq bu ilki olimpiyadaya mən hazırlaşmadım. Sadəcə məktəb. Sadəcə SAT-yə hazırlaşırdım, SAT MAF. Amma keçən ildə mən Şəfa xanımla hazırlaşdım 1 ay müddətində və indi
Bax, maraqlıdır ki, bu 1 aya, 15 günə, tam ki 2 aya hazırlaşırsınızsa, elə uşaqlar var ki, misal üçün 3 ilə bu riyaziyyatı tam qavraya bilmir. Burada problem o uşaqdadırmı, müəllimdədirmi, metoddadır? Məsələ orasındadır ki, bu şagirdlərin təməl bazasından öyrəndikləri metodlardan və uşaq yaşlarına etibarən bunların riyaziyyata marağı var. Bunlar müxtəlif yollarla onsuz da riyaziyyata məşğul olub və hazırlaşırlar və onların hazırlaşdığı müddətlərdə məsələn olimpiyadalar daha spesifik bir baxış tələb eləyir, bilik tələb eləyir deyə müəyyən bir əlavə yüklənmələrə ehtiyac duyulur ki, biraz da bu fənnə daha fərqli cür yanaşsınlar. Amma məktəbdən gələn və məktəb zamanında oxuduqları və belə deyək də aldıqları dərslər və uşaq vaxtında olan riyaziyyat, valideynin yönləndirməsi, müəllimin doğru düzgün formada riyaziyyatı onlara anlatması və yaxud da ki, fənni onları sevdirməsi o fənnə qarşı olan marağını artırır və onlarda bir bazı onsuz da formalaşır. Artıq bir şagird riyaziyyatı yaxşı məktəbdə mənimsəyibsə, bilirsə və öyrənibsə, bu fənnə qarşı marağı varsa, bir müddət keçdikdən sonra artıq yarışmalarda, müsabiqələrdə fərq yoxdur. Artıq nailiyyətlər göstərməyə başlayır. Artıq beynəlxalq arenaya çıxanda isə ondan müəyyən qədər də olsa yenidən bir həmin prosedur suallara mı deyim, yeni həmin o metodikasına tanış olma məqsədinə baxmaları lazım gəlir. Eyni zamanda bunlar Azərbaycanda imtahanda iştirak edəndə seçim mərhələsində də iştirak edirlər. Bir növ o modellərlə də tanış olur və o modelləri tam öyrəndikdən, mənimsədikdən sonra artıq finala getmək və finalda da maksimum həmin misalların çətin formaları ilə üzləşirlər. Aha. Mənə maraqlıdır ki, Ziya Azərbaycanda seçmələrə qatılanda ən çox nədən narahat idi? Yəni mən bu sualda niyə verirəm? Bəzən görürsünüz ki, deyirlər ki, ancaq öz tanışları gedir. Yəni insanlar, çünki anlayışı olmayan bir insan, bu sahəni dərin bilməyən bir insan fikirləşəcək ki, yox da elə ancaq öz dost tanışlarıdır. Baxırlar ki, uşaqlara biri misal üçün falan yeri hədəfləyib. Çünki adətən bizdə görürsüz də, yəni müəyyən sahələri ancaq seçirlər və ona görə də mənə maraqlıdır ki, misal üçün də Ziya bax bu mərhələlərə gəlib çatanda hansı yerlərdən, hansı imtahanlardan, hansı formada keçdi? Mənim əsasən narahat olduğum problem o idi ki, bu mənim ilk komanda olimpiyadam idi. Bundan əvvəl sadəcə individual olimpiyadalara qatılmışdım və bu olimpiyada komanda olduğu üçün sadəcə mənim göstərəcəyim performans deyil idi. Başqa şəxslərdən də asılı idi və kommunikativ bir formatda bizim sualları həll etməmiz idi, vaxt bölgüsü idi. Bəs bu necə öhdəsindən gəldiniz? Komanda ilə bizim beynəlxalq turda təxmini bir 20 dəqiqəlik bir tənəffüs verildi ki, bizə hazırlaşaq. Biz komanda ilə yığışdıq, oturduq, bir-birimizlə danışdıq. Biz bunu bacaracağıq, hə? Bəli, bəli. Komandanın lideri kim idi? Lider yox idi, hamımız dost idik. Yəni ən azı seçim o iş bölgüsünü, tamam ki, elə bir şey olmadı. Bərabər əziyyət çəkmişik hər birimiz. Ən böyük əziyyətiniz hansı oldu? Ən böyük əziyyətiniz orada nə idi? Hansı sual idi? Suallar. İmtahanda suallar. Ya nə tip suallar düşürdü? Əsasən onların kurikulumuna uyğun suallar düşürdü. Onların tədris sisteminə uyğun suallar idi. Yəni bizim tədris sistemimizdən təxmini 1-2 il öncələr, yəni bizim üçün çətin olanlar bəlkə də onlar üçün asandır. Amma tam tərsi də ola bilər ki, bizim üçün asan olanlar onlar üçün çətin olsun. Çünki biz onlardan daha tez öyrənirik və daha gec öyrənirik təhsil sisteminə uyğun. Biz istənilən tapşırığı daha tez qavrayırıq, amma bizdə hazırda o məktəblərdə keçilən sistem onlardan 2 il, 3 il geridədir, yoxsa necə? Belə deyirəm, bu suallar hazırlayan Berkeley Universiteti Amerikanın həmin universitetin professorları tərəfindən hazırlanır və hər il bir ölçü ev sahibliyi eləyir və onlar əsasən Amerika kurikulumu ilə gedir. Amerika Birləşmiş Ştatlarında tədris olunub qrup və eyni zamanda elə Berkeley Universitetinin professorları bu dünya riyaziyyat çempionatını quranda vaxtı ki International Matematik Olimpiyadının, yəni IMO-nun qalibləri olub və onlar klassik riyaziyyat suallarından çıxmalı. Yəni klassik riyaziyyat nə idi ki, məsələn bilirik ki, Azərbaycan komandası Azərbaycan Təhsil İnstitutu vasitəsilə 6 nəfərlik və 6 nəfər bir komanda ilə təmsil olunurlar. Klassik riyaziyyat suallarında belə idi ki, açıq tipli suallara sən cavab verirdin və bu açıq tipli suallarda isbatlar və yaxud da ki o misalın həlləri çatdırmalı idi. Və bu IMO-nun qalibləri bir yerə gələrək onlar daha maraqlı etmək məqsədindən fərdi şəkildə həm test, həm də açıq tipli sualı vəhdət şəklində estafet, komanda raundu və fərdi
raundlar olmaqla 4 raundda şagirdlər yarışıblar və 4 raundun sonucunda maraqlı bir nəticələr əldə edirlər və təhsil sisteminə gəldikdə isə bəli, onların təhsil sistemi ilə bizim təhsil sistemini müqayisə etdikdə onlar daha qabaqdadılar və daha tez öyrənirlər. Yəni məsələn bizim deyək ki, keçdiyimiz materiallar, məsələn sadəcə belə bir şey deyim də, dünya riyaziyyat çempionatında biz Azərbaycanın 1-ci və 2-ci siniflərin icazə vermirik qoşulmağa. Səbəb ondan ibarətdir ki, 1-ci və 2-ci sinifin sualları ilə bizim uşaqlar daha doğrusu 2-ci sinif suallarla 3-cü, 4-cü siniflərlə tanış olurlar. Kifayət qədər böyük bir fərq yaranır. Ən azı 1 il yarım. Yəni ən azı fərq olduğundan biz məcburən biz sinifləri aşağı götürmək, daha doğrusu biz yuxarı götürürük, onların aşağı sinif suallarını uyğunlaşdırırıq və ona görə junior kateqoriyasında eyni zamanda bu olimpiyadadır. Olimpiyada o deməkdir ki, spesifik bilik də tələb olunur. Təkcə sinif dərsləri ilə yekunlaşmaq olmaz. Çünki digər böyük siniflərində suallarından və yaxud da ki, bölmələrindən və böyük siniflərin sualları dediyim şey odur ki, beynəlxalq olimpiyada hər şey syllabuslar üzərindən gedir, mövzular üzərindən gedir. Mövzunun tamlığı orada olmalıdır. Əgər toplama çıxmalısa bunun bütün halların gərəksən biləsən ki, orada o sualların hər hansı bir düşəndə, yəni çətinlik səviyyəsi artırılanda başa düşəsən və bundan əlavə də suallarda məntiqi güc daha çoxdur. Görürsünüz, çox sadə bir sualdır, amma məntiqi vurğular, məntiqi belə deyək də sadalamalar çox vacib rol oynayır. Çünki burada səni yanılda bilər. Bu da kiçik yaşda, məktəbə qədər yaşlardan məntiqə olan üstünlüyün, məntiqi biliyin, məntiqi zəkanın inkişaf elətdirməsi nə qədər vacib olduğunu göstərir. Mənə maraqlıdır ki, Ziya biz deyirik ki, misal üçün də 2 il bizdən öndədirlər. Bəs Ziya bundan ehtiyat eləmədi. Mən misal üçün də tutam ki 8-ci sinifəm 10-cu siniflərlə artıq yarışacağam və yaxud da 10-cu sinifəm tutam ki daha üstlə yarışıram. Bəs bunun hazırlıq prosesi necə keçdi, nətər keçdi? Yəni bilirəm ki, dediniz ki, spesifik hazırlaşmadım. Yaxşı, hazırlaşmadınızsa bu informasiyanı hardan əldə elədiniz? Necə hazırlaşdınız? Yəni ən azı bilməyə baxmaq lazımdır. Bildirdiyim kimi mən bundan 1 il əvvəldə hazırlaşmışdım. Spesifik olaraq bir müəllimlə Şəfa xanımla bir ay yarım müddətində hazırlaşdıq. Mənim də yaddaşım biraz yaxşı olduğuna görə daha çox material yadda qalmışdı və biz Taylanda çatdığımız müddətdə biz komandamızla bircə də təkrarladıq. Bir-birimizə başa düşmədiyimiz sualları danışdıq və köməkliklə solv etdik, yəni cavabını tapdıq və ondan sonra formulalar bir-bir baxdıq. Türk müəllimlər də var idi, Azərbaycan Eyvaz müəllim də sağ olsun bizə gözəl motivasiya verdi orada və onun köməyi ilə biz onun öhdəsindən gəldik. Ən güclü rəqib sizin üçün? Bulqarlar. Sizin də gözünüzü qırıblar. Və növbəti hədəf haradır? Hansı yarışmada istəyirsiniz özünüzü sınayasınız? İstəyərdim ki, Sasmoya qatılım. Bir də Kopernik Olimpiyadasına qatılım. Yenidən? Xeyr, Kopernikə qatılım. Raul qatılmışdı. Niyə Kopernik? Kopernik Kolumbiya Universiteti tərəfindən keçirilir. Top 10-dadır. Və mən Amerikada oxumaq istədiyim... Hədəf orada? Bəli. Hədəf orada. Hansı universitet? Top 10 istəyərdim. Yəni Harvard, Stanford, MIT, elə Kolumbiyanın özü. Möhtəşəmsiniz. Çox təşəkkür edirəm sizə və biz Zəhrə xanımı dəvət edəcəyik. Zəhrə Abduzadə gələcək. İndi isə daha doğrusu yola saldığımız qonağımızsa olimpiyada qalibi isə Ziya İsmailov idi. Mənə maraqlıdır ki, xəyal Zəhrə xanım əyləşənə qədər biz bir dənə danışaq. Xanımlar daha çoxluq təşkil edir yoxsa bəylər? Yəni mən maraqlı sualdır. Bunu özümüz üçün də bir dəfə mən araşdırma apardım. Deməli fərqlənmə var. İbtidai siniflərdən təqribən 7 və 8-ci sinifə qədər qızların oğlanlar arasında nisbət fərqini götürsə bərabərdir. 9-cu sinifdən, yəni etibarən 9-dan yuxarı başladıqca oğlanlar daha çox üstünü təşkil edir texniki fənlər üzərindən. Yəni bu da o deməkdir ki, bizim qızlarımız yuxarı siniflərdə olanda belə deyək azalırlar. Tangens, katangens gələndə azalır da. Yəni mən misal üçün orada azaldım. Və bizim bu istedadlı qızlarımız artıq 9-cu sinifin həm materiallar, həm də özlərinə müəyyən fənlər seçdiyindən daha çox xanımlarımız humanitar fənlərə yönəlirlər. Daha çox bu yöndə olan elmlərə yanaşdıqlarından burada bir azalma müşahidə edirik. Amma 8-ci sinifə qədər kifayət qədər var. Biz oradan tutmalıyıq, buraxmamalıyıq. Keçən səfər məsələn Lalə var idi, 5-ci sinifdə oxuyurdu. Sonra Turan var, 5-ci sinifdə oxuyur o uşaqlar. O gələcəyin belə çox potensiallı. Onlar buraxmayacaq 8-də. Bəli, onlar buraxmayacaq. Çünki onlar həqiqətən də demək olar ki, riyaziyyatın bütün yarışlarını, həm
həm təhsil institutunun keçirdiyi, həm bizim keçirdiyimiz, həm də digər fərqli müəssisələr tərəfindən həyata keçirilən yarışlar çox aktivdirlər və çox yaxşı da nəticələr göstərir. Nəticələrin davamlılığı var. Bu ən vacib məsələdir. Ola bilər gedəsən, yarışasan, uğurlu və ya uğursuz. Məsələ nəticələrin davamlı və disiplinli olmasıdır. Çünki istedadlı şagirdlərin inkişaf trayektoriyasını izləyəndə disiplinin nə qədər vacib olduğunu görürük. Çünki o disiplin pozulduğu təqdirdə nəticə əldə etmək olmur. Amma disiplin ən vacib, önəmli daşın var. Zəhra salam. Salam, xoş gördük. Xoş gördük. Disiplin dedilər, çox önəmlidir. Bəli, önəmlidir. Sizdə necədir vəziyyət? Hər insanın özünə məhdud dərs proqramı var, amma məncə bu disiplindən asılıdır. Əgər bir məqsəd qoyanda, onsuz qabağımızda bir məqsəd varsa, bunu disiplinə görə hərəkət edərək həmin o məqsədə çatırıq. Gündəlik nə qədər yoldaşlarım da desə ki, dərs eləməmişəm, onlar uşaqlığından bəri o qədər çox dərs ediblər ki, artıq bu mövzuların üstündə işləyiblər və təməl olandan sonra hər şey asan olur. Onların da təməli olduğu üçün, yəni aşağıdan disiplinlə gəldikləri üçün onlar üçün asandır. Neçə yaşınız var? Hal-hazırda 14 yaşım var. 14 yaşınız var. İndi misal üçün də 13, 14, 10, 11 yaşda adətən uşaqlar daha çox çöldə oynayırdılar, adətən dostlarla vaxt keçirirdilər. Bilirəm sizdə də misal üçün ətrafda yenə dostlar, tanışlar var, amma o qədər də çox onlarla vaxt keçirdə bilmirsiniz. Müəyyən bir yerdə sizin o tam olaraq o uşaqlığı bir tərəfdən əlinizdən alır. Amma bir tərəfdən də fikirləşəndə müəyyən yaşa çatan da artıq siz hədəflədiyiniz yerdə olursunuz. Amma o çöldə, bayırda oynayan uşaqlar sizə həsəd aparır. Sizdə vəziyyət necədir? Belə ki, mən insanlarla çox tez ünsiyyət qurmağı bacaran bir insanam. Kopernikə də qatılmışam. Oradan da birinci medal əldə eləmişəm. Ziyanın arzusu olan yerə. Və burada da Taylandda da biz bir çox ölkələrlə tanış olduq. Çinlər, Bulqarlar, Braziliyalılar, Türklərlə çox, yəni bu dəqiqə onlarla da ünsiyyət qururuq. Yəni məncə bunun yaşla ya da insanlarla ünsiyyətlə bir əlaqəsi yoxdur. Dərsimizi oxuyub həm də insanlarla ünsiyyət də qura bilərik. Mənim fikrim hər ikisini də eyni vaxtda eləyə bilərəm. Sinif yoldaşlarınızdan necədir vəziyyət? Yəni adətən bir nəfər yer tutanda, bir nəfər yaxşı oxuyanda, bir nəfər qalib olanda, indi qucaqlayanlardan da çox belədir. Nə var ya orada yer tutmağa deyənlər də var. Əslində mənim bu olimpiyadalara qatılma bir səbəbim də bu olub ki, mənim bir sinif yoldaşım yer tutmuşdu. Mən də dedim ki, mənim nəyim əksikdir. Belə pis çıxmasın. O birisi mən idim. Belə pis çıxmasın. Yəni pis məndə yox, amma mən onun uğurunu qısqandım və mən də ona görə qatıldım. Məsələn, bu mövzuda beynəlxalq yarışmaların və olimpiyadanın önəmi daşıyır. Növbəti vacib bir məsələ isə budur. Biz Azərbaycanda bu yarışma və olimpiyadaları gətirəndə məqsədimiz nə idi? Şagirdləri özlərinə inam formalaşdırılması. Çünki bu çox vacib bir amildir. Və olimpiadalarda əldə etdikləri nailiyyətlər bir növdə onlara psixoloji baskıdır, yaxşı mənada. Çünki bir şagird bir fənni sevirsə, ondan nailiyyət əldə eləyirsə, birinci ona motivasiyadır, daha çox öyrənmək istəyəcək və daha çox bu fənlə maraqlanacaq. Deyək ki, sabah hər hansı bir dərsi keçəcəksə, o şagird bu fənni sevirsə, müəllimdən öncə o dərsdən maraqlanıb, daha mən bilirəm, mən bu fənni qabaqcadan, bilirəm, mən gəlim izah edeyim kimi bir apavaya girər. Və digər məsələ isə, bir şagird nailiyyət əldə edibsə, bir növ onun üzərində bir baskı da olur. Çünki sinifdə onu yaxşı mənada, bəs sən nailiyyət əldə eləmişdin, niyə bu sualı bilmirsən kimi bir, nə oldu? Və o şagird daha çox fənnə meylənir. Yəni, biraz oxumaq əvəzinə daha çox oxuyur və daha önə keçmək istəyir və yaxşı mənada sağlam rəqabət yaranır Zəhra nümunəsində. Əgər o belə deyək də ona yaxşı mənada qısqanclıq eləmişdisə, qısqanmışdısa, indi artıq özü beynəlxalq nailiyyətlər əldə edir. Elə o paxıllığı. Bəli, nə gözəl paxıllıqdır. Təki hamısı belə paxıllıq eləsin. O müəllimdən qabaq cavab vermə məsələsi mənim yadıma gəlir ki, mən ədəbiyyatı çox yaxşı bilirdim və təsəvvür edin ki, böyük tomlu kitablardı. Həmənki vaxtda mən də çox oxurdum, hazırlaşırdım və müəllim sual verəndə əlimi qaldırdım, tez deyirdim, axırda müəllim 30 durdu ki, müəllim də sən sakit dur. Yəni sizdə də elə olur, yoxsa necə? Mən əslində məktəbdə və yaxud hər hansı bir yerdə öz biliklərimlə, öz bacarıqlarımla özümü göstərməyi sevmirəm. Amma suallara cavab verməzsə? Yenə də olsun, mən danışdırmadıqlarım müddətcə mən o suala cavab vermirəm. Yəni, nə vaxt ki, o çətin suallar olur, heç kim tapa bilmir, ondan hamı sənə baxır. Sonu gözləyir ki, axır mənə gəlib çatacaqlar. İndi siz paxıllıq elədiyiniz, ona görə gedib yer tutduğunuz şəxs indi sizə yaxınlaşıb nə deyir?
Təbii ki, o da mənim kimi onu təbrik edir. Məni təbrik edir. Bu məncə yəni səmimiyyətdən də əslində yaxın dostumdur. Mən onun uğurlarını bəyənirəm, o da mənim uğurlarımı bəyənir. İkimiz o ingilis dilindən verir, mən riyaziyyatdan verirəm. Sahələrimiz fərqlidir, amma yəni mən burada uğurum varsa, onda bir pay var ki, məni o yəni mən özümə bir prinsip apardım ki, o eləyibsə mən də eləyəcəm. O eləyibsə mən də eləyəcəm. Hədəf haradır? Mənim hədəfim Amerika. IT sahəsi üzrə. IT sahəsi. Çətin deyil və yaxud da sıxıcı deyil. Mənə görə mənim o sahəyə marağım olduğu üçün mənə görə sıxıcı deyil. Misal üçün IT-nin hansı sahəsi, hansı qolunu seçirsiniz? Süni intellekt modellərinin təkmilini. Süni intellekt istəyirəm əslində. Əslində belə baxanda hackerlıq da istəyirəm, amma qalmışam orada hansı yaxşı olur. Ya hackerlığı niyə istəyirsiniz? İndi belə söhbət deyil. Nə öyrənmək istəyirsiniz? Nəyi öyrənmək istəyirsiniz? Əslində dövlətin hər hansı bir qolunda işləmək istəyirəm. Kiber təhlükəsizlik istiqamətində. Yəni dövlət qolunda işləmək istədiyim üçün mənə görə həm də dövlət idarəçiliyinə yaxın olan bir fəndir. Orada daha çox işləmə qabiliyyətim ola bilər. Yəni IT sahəsində təhlükəsizlik təmin etmək istəyir, öz bir bacarıqları. Mən bir tərəfdən də fikirləşirəm ki, 14 yaş var xanımın da. Adətən deyəcəm, mən orada yaşamaq istəyirəm, mən bu eləmək istəyirəm, mən bunu almaq istəyirəm, mən bunu görmək istəyirəm. Amma deyəcəm, mən təhsil alıb, gəlib ölkədə dövlət təhlükəsizliyi sahəsində, bu kiber təhlükəsizlik sahəsində çalışıb, yəni öz ölkəmə, öz töhfəmi vermək istəyirəm. Həqiqətən də burada həm də o milli vətənpərvərlik ruhu da ön plana çıxır. Yəni burada ölkəni təmsil etmək, bayrağı qaldırmaq, himni ucaltmaq, yəni bu da çox önəmlidir deyə düşünürəm bu olimpiyadalar. Ən vacib məsələ də elə baxın olimpiyadalarda məsələn bizim üçün vacib olan Azərbaycan şagirdləri dünyaya tanıtdırmaq, eyni zamanda ölkəmizə tanıtdırmaq deməkdir. Azərbaycan bayrağını görürlər, hər dəfə fərqli ölkələr, fərqli millətlər, fərqli insanlar. Doğrudur, biz Azərbaycan olaraq kiçik bir ölkə olsaq da Vətən müharibəsindən sonra daha çox populyar oldu və hər kəs bizi adımızı eşitməyə və qalib bir ölkə olaraq tanımağa başladı. Bu yöndə də şagirdlərimiz Azərbaycanlı olduğunu, ən azı bayraqla çıxanda, bayrağımız orada olanda digər ölkələrdən fikirlər formalaşır. Bura haradır, bu hansı ölkədir və şagirdlərimiz əgər buradan kənara çıxıb da öz bayrağımızla orada olan münasibət görüb vətənə daha çox bağlanırlar. Çünki bayraq sevgisi, vətən sevgisi içdən gələn bir şeydir. Ölkə kənarına çıxanda isə artıq sən öz vətəndə deyil də özgə bir diyarda olursan, artıq vətəni və nə qədər sevdiyi və nə qədər fayda verəcəyi orada başa düşürsən. Bu şagirdlər də, istedadlı şagirdlər də nə gözəl ki, onlar Azərbaycanımızın gələcəyini düşünürlər, öz və bilik və bacarıqlarını ölkəmizin gələcəyi üçün sərf etməyi planlaşdırırlar. Buna sevindirici hal ola bilməz. Bizə də nə düşür? Düşür ki, onlara bol-bol uğurlar arzulamaq və bu yolda onlara əlimizdən gəldiyi qədər, gücümüzün çatdığı qədər dəstək olmaq. Zəhra, digər Ziya və Raul dedi ki, Bolqarlardan ehtiyat edirdik. Biz imtahana getmədən əvvəl aeroportda danışanda Ziyanın ağzından ancaq 2 söz çıxırdı. Hindistanlılar, Çinlilər, bizi udacaqlar. Ancaq bu mövzudan danışırdı. Artıq məndə də bir şey yaranmışdı ki, yəni Çinlilər çox güclüdür, yəni Hindistanlılar da çox güclüdür. Necə olur ki, bizdən daha güclü olurlar da onlar. Amma belə baxanda biz Çini də öhdəsindən gəldik, Hindistanın da öhdəsindən gəldik. Gözlənilməz Bolqarlar. Bolqarları heç yəni fikirləşmirdim ki, onlar hel eləyəcək, amma biraz da çabasaydıq, heç kim orada çabalayıb ora gəlməmişdi. Amma əgər biz onun üstündə biraz daha işləsəydik, riyaziyyatın üstündə, əminəm ki, onların hamısını keçərdik. Və bunu kim deyir? Öz rəfiqəsinə paxıllıq edib qalib olan Zəhra. Məncə sən gələn səfər hansı yarışlar? Hara hazırlaşırsınız? Timoya verirəm hal-hazırda, ayın 21-i verəcəm. Ondan sonra Kopernikə bir daha vermək istəyirəm, sonra da Sasmo. Yəni hansı olimpiyada varsa hamısını verəcəm. Hamısında. Orada da indi də hədəfləyib ki, nə Çinlilər, nə Hindistanlılar, yox, Bulqarlar. İnanıram ki, artıq yavaş-yavaş Zəhra Respublika fən olimpiyadalarına da qoşacaq Təhsil İnstitutu tərəfindən. Orada da öz bilik və bacarığını nümayiş etdirəcək, orada nailiyyət əldə edəcək və sevindirici hal budur ki, biz şagirdlərimiz arasında yaxşı bir rəqabət formalaşdıra bilmişik. Nə gözəl ki, şagirdlərimiz öz biliklərini sınamaq və o sınadıqları bilikləri isbat eləməklə bir-birləri arasında yarışırlar və özlərinə hədəf qoyurlar ki, bunu da edəcəm və özümü orada isbat eləyəcəm və göstərəcəm. Bu həqiqətən sevindirici haldır və bu bizə yaxşı vəd verir ki, yaxşı bir maraqlı vəd verir ki, onlar üçün daha maraqlı, daha yaxşı bir təhsil tədbirlərini Azərbaycana gətirə və onlar üçün daha böyük qapılar açar. Nə vaxt olacaq o təhsil tədbirləri?
tədbirləri? Təhsil tədbirlərimiz çox olacaq. Belə ki, dekabrın 21-də dedi Türk dünyasının ilk beynəlxalq riyaziyyat Orada da olimpiadasının seçim turu olacaq Azərbaycan üzərindən. May ayında isə 55 ölkə Azərbaycana gəlir. Bu il final Bakıdadır. Gələcəklə öz bilik və bacarıqlarını sınayacaqlar. O Amerikanın istedadlar məktəbi burada gələcək. Amerikanın istedadlı uşaqları Yaponiyada gələcək, Çində gələcək. Kifayət qədər Biz də hazırlaşmaq. Bəli, kifayət qədər çətin rəqiblər gəlir Azərbaycana və mən inanıram ki, Zəhranın simasında digər istedadlı şagirdlərimiz üçün əla bir mühit, dost qazana biləcəyi, öz biliklərini göstərə biləcəyi və eyni zamanda onlarla kommunikasiyada inkişaf edə biləcəyi maraqlı bir platforma quracaq. Neçə nəfəri heyətlə tam onları gözləyirik rəqiblərimizi? Biz hal-hazırda gözlədiyimiz heyət 700 nəfərə yaxın qonağın gəlməsidir şagirdin. Hal-hazırda bizim 120 nəfərlik komanda hazırlığı gedir. Təlimlər gedir, timlər, supervizorlar ayrılıb, logistik komandalar ayrılıb, müxtəlif komandalar alıb. Hal-hazırda belə deyək də yüksək səviyyədə hazırlaşırıq ki, həmin finalı Azərbaycanda, Bakıda vətənimizdə qəbul edək. Və Zəhranın simasında deyək ki, Zəhra hal-hazırda ölkə xaricinə gedə bilir. Onun valideynləri ona bu şəraiti yarada bilir. Buna görə valideynlərə təşəkkür düşür. Amma bəzən elə olur ki, bizim istedadlı şagirdlərimiz var ki, valideynlər onlara dəstək maddi və yaxud da digər formada çətinlik çəkirlər. Bunun üçün biz bu məqsədlə finalları Bakıya gətiririk. Yəni şagirdlərin əlavə bir xərcləri olmasınlar. Onlar Azərbaycandan gəlsinlər, elə burada bizim istedadlı şagirdlərimizi də görsünlər. Hər kəs gedib xarici görə bilmir. Əlbəttə. Amma biz xariciləri bura gətirə biliriksə, qoy gətirək. O mühit burada yaransın. O hisslər, o təcrübə, o belə deyim, məsuliyyət, o hissləri buradakı bizim gedə bilməyən istedadlı şagirdlərimiz də yaşasın. Mən inanıram ki, bu belə şagirdlərimiz kifayət qədər çoxdur və onlar Bakıda özünü yaxşı formada göstərəcəklər və qeyd edib bu Dünya Riyaziyyat Çempionatının gələn finalı Bakıdadır. Biz onun ev sahibliyi eləyəcəyik. Gələn 2026-nın noyabrın 29-u dekabrın 2-si aralığında Dünya Riyaziyyat Çempionatı Bakıda keçiriləcək. Möhtəşəmdir. Və mənə maraqlıdır ki, Raul öz müəlliminə dedi, kimi yanında hazırlaşdığını dedi. Təbii ki, ən böyük əziyyət elə onların payına düşür. Hansı məktəbdə oxuyurlar, necə edirlər. Ziya da dedi, indi Zəhranı öyrənək, kimi yanında hazırlaşmışsınız. 23 nömrəli tam orta məktəbdə oxuyuram. Burada mənim məktəb direktorum Reyhan müəllimənin mənə çox köməyi oldu. Bununla yanaşı mənim sinif rəhbərimin, yəni Aytəz müəllimə bizim riyaziyyat müəlliməmiz olub. Mən uşaqlığımdan bəri həmişə onun hazırlığına getmişəm, onun dilini daha tez qavrayıram və mənə görə mənə riyaziyyatı sevdirən müəllimə də olub. Yəni Aytəz müəllimə təşəkkürümü bildirirəm. Biz də onlara təşəkkürümüzü bildiririk və həqiqətən maraqlıdır bilirsiniz nədir? Kimin hansı müəllimin daha çox istəməyindən o fənni də çox istəməyini gətirib çıxarır. Bəli, çox doğru vurğulayırsınız. Müəllim artıq belə deyək də əvvəllər daha çox işlədərdik. Biraz daha çox keçmişdi, amma indiki formada təhsilin idarə olunmasında çox gözəl müsbət hallar alıb ki, çox ixtisaslı kadrlar, yaxşı müəllimlər, öz peşəsini, ixtisasını sevən müəllimlər artıq bizim məktəblərimizdə öz təhsil verirlər və təhsil alanlar da onları sevir və sevərək onları dinləyirlər və özünə deyə dost olurlar. Bəli, deyəm, demək olar ki, bu müəllimlər işə qəbul imtahanı çıxandan sonra və müəllimlər işə qəbul imtahanı olduqdan sonra daha çox gənc kadrlar gəldilər və bu gənc kadrlar sevgi ilə onlara yanaşırlar və şagirdlərimiz də o sevgidən onların bir növ özlərinə kumir seçirlər. Həm onlar pozitivdirlər, həm yeni kurikulumları bilirlər, əyləncəli öyrətməyi bilirlər, maraqlı formada onları izah etməyi bilirlər və belə olduğu təqdirdə şagirdin hansı formada mənimsədiyini anlamış olurlar və onun istədiyi formada da şagirdlərə məlumat çatdırırlar. Bu çox sevindiricidir ki, bizim müəllimlərimiz şagirdlərimizin əsas kumirlərindən biridir. Əla, peki elə olsun və Zəhra ingilis dilində yəqin ki, ən yüksək səviyyədə bilirsiniz, çünki Amerikanı hədəfləmiş. Bəli, təbii ki, yəni mən öz rəfiqəmə ingilis dilində imtahan verərək paxıllıq edən adamam. Mən olacağım, bilməyəcəm. Çox təşəkkür edirəm. Zəhra, sizə də, var olun xəyal, sizə də minnətdaram. Həqiqətən də möhtəşəmsiniz. Hər dəfə sizi və komandanızı, o uşaqları, qalibləri burada görəndə o qədər qürurlanıram ki, yəni normalda Azərbaycan gəncliyini bu cür medallı qalib formada görmək və xüsusilə təhsil sahəsində qalib formada görmək, yəni həqiqətən də bizi qürurlandırır və onlara da yol açan təbii ki sizsiniz. Çox sağ olun xanlar bəy, siz dəvət edirsiniz bu şagirdlərin buraya gəlməsi, onların sizin efirinizdə
öz fikirlərini səsləndirməsi, dinləyicilərin dinləməsi, ən azı YouTube-dan və digər sosial platformalar üzərində özlərini görməsi onlara böyük bir motivasiyadır. Onlar burada çıxanda özlərinə bir daha inamları artır. Onlar bir daha özlərini sübut edirlər. İnanın ki, onlara baxıb da görən məktəb yoldaşları, sinif yoldaşları, məktəbində olan digər şagirdlər, onlar da belə olmaq istəyirlər. Bu da sonuçda nəyə gətirib çıxar? Gətirib çıxar ki, şagirdlər bir mahiyyət var, təhsilə yönəlirlər, elmə yönəlirlər. Özlərini elm yolunda göstərmək istəyirlər ki, bir gün mən də gələcəm Xanlar bəyin verilişində çıxıb danışım. Yəni onlar necə çıxa bilərəm, gedim yer tutum, qazanım, nailiyyət, istedadımla. Yəni heç bir belə deyək də pis vərdiş və yaxud da ki lazım olmayan vərdişlərlə yox, elmlə, bilik gücü ilə gəlir. Bu da nə deməkdir? Azərbaycan şagirdlərinin, gənclərinin elm potensialı artır, özlərini elmdə göstərmək istəyirlər. Bizim qabımızdır. Bəli, yəni biz özümüz inkişaf eləyirik və sağ olun ki, siz də bizə bu cür dəstək göstərirsiniz. Heç bir təmənnasız, hər şey əla formada həmişə dəvət eləyirsiniz və biz də buna görə sizə çox-çox minnətdarıq. Çünki sizin əziyyətiniz çox böyükdür. Hər bir şagirdin içərisində bir məşhurluq hissi var. Hər kəs bir efirə çıxmaq və görünmək istəyir və sizin sayənizdə olan nail olan minnətdarıq və bu diqqətinizə görə də sizə təşəkkür edirəm. Təbii ki, borcumuzdur. Və səhər saatı bununla da yekunlaşır. Bugünkü qonağım Qlobal Olimpiyat Sentrinin direktoru Xəyal İbrahimzadə, eləcə də Olimpiada qalibləri Raul Quvalov, Özya İsmailov və Zəhrə Abdulzadə idi. Siz də bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamatla.